Qax rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Dekabrın 18-də saat 14:00 radələrində Qax rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. Bayramova tərəfindən idarə olunan Nissan markalı avtomobil hərəkətdə olarkən piyadanı 43 yaşlı Maya Otaraşvili vurub. Hadisə nəticəsində ağır xəsarətlər alan piyada dərhal xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq Maya Otaraşvili xəstəxanada vəfat edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə faktla bağlı cinayət işi başlanılıb. Hazırda hadisənin baş vermə səbəblərinin və digər hallarının müəyyən edilməsi istiqamətində müvafiq araşdırmalar aparılır.